Salam, hər vaxtınız xeyir olsun, dəyərli 8-ci siniflərimiz. Xoş gördük sizləri. Mən Gülşən Həşimova. Bu gün də qaldığımız yerdən 8-ci sinif dərsliyindən tapşırıqların izahını verəcəm. Ümid edirəm ki, izahlarım sizlərə həm sinif işlərini, həm də ev işlərini həll etməyə kömək olacaq. Ardının gəlməyini istəyirsinizsə, kanala abunə olub, izahı bəyənib, paylaşmağı unutmayın ki, bu tip izahlarımız davamlı olaraq sizlər üçün yerləşdirilsin. Gəlin çox vaxt itirməyək, başlayaq tapşırıqlarımızın əlinə. Deməli, biz bugün sizinlə səhifə 100-dəki olan 40-cı fəndi bugünə saxlamışdım. Mətni ilə bağlı tapşırıqları həll edəcəyik. Ənənəvi olaraq bilirik ki, orfoqrafiya və orfoep ilə bağlı tapşırıqlarımız olur. Birinci orfoqrafiyaya baxaq. Orfoqrafiya nə idi? Orfoqrafiya düzgün yazılışı idi. İndi ki, birinci abzasda mürtərizədə verilmiş hərflərdən hansını yazmaq düzgündür? İndi baxıram. Deməli, pəhləvandır sözüm. Ümumiyyətcə, pəhləvan sözü necə yazılır? Pəhləvan, fikir versiniz, əylə dedim. Pəhləvan, pəhləvan demədim, ayla demədim və yaxud pəhlivan da demədim. Ona görə düzgün versiya nə olacaq? Ortadakı. Yəni, ikinci bir dəqiqə altından xət çəkək. Aha, deməli, birinci oldu bizim burada əni götürdük. Burada da yazırıq ə. Sonra görək başqa varmı? Birinci abzasda bir də var qəhrəmanlarından sözü. Qəhrəmanlarından sözündə də qəhrəmanlarından əylə. Bu da əylədir. A deyil. Yəni hər ikisi ədir. Keçək indi orfoepiyə. Orfoepiya nə idi? Düzgün tələffüz. Bizdən də onsuz da tələffüzlərini istəyir. Gəlin baxaq. Sözlərimizin biri onlarla sözdür, digəri isə fəndləri sözdür. Onlarla söz necə tələffüz olunacaq? Onlarla. Bax, buraya yazıram. Bir dəqiqə. Onlarla. Bax, bunun tələffüzü bu formadadır. Bu A-dır. İndi bir balaca səliqəsiz oldu. Onlarla. Bu da A-dır. Sonra fəndləri sözü necə tələffüz olunacaq? Burada da baxın. Sözün tələffüzü fənd. Fənd. Dəri. Fəndləri. Burada sözümüzün kökü fənd sözüdür. Fənd sözü də d ilə bitib. Ümumiyyətcə bizim Azərbaycan dilində b, d, c, c. Bu 3 samitə aid qaydamız var. B, d, c, c qaydası. Biz deyirik ki, əgər sözüm mənim d ilə bitibsə və yaxud b ilə bitibsə, indi burada d ilə bitib deyənə bunun üzərindən işləyək. Sözüm d ilə bitibsə, özündən sonra samitlə başlayan şəkilçi gəlibsə, onda d-ım t olacaq. Bax, d t-yə çevriləcək. Bax, burada gördüyünüz kimi fəndləri şəklində. Yox, əgər sait gəlsəydi, heç nə olmayacaqdı. Necə yazılır, elə də tələffüz olunacaqdı. Yəni, d-ımız dəyişməyəcəkdi. Samit gələndə əsasən dəyişmə olur. Qeyd edim ki, fonetika ilə bağlı qaydadır. YouTube-un axtarış hissəsində Gülşən Həşimova fonetika yazın. Məhz fonetika ilə bağlı bəzi önəmli qaydalar var ki, onları öyrənin. Keçək indi digər tapşırıqlara. Deməli, bu mətnimizdir. Mətni oxumaqla mən vaxt itirmək istəmirəm. Siz özünüz videonu saxlayın, mətni oxuyun. Mən indi suallara cavab verəcəm. Deməli, deyir, şagird nə üçün özünə bu qədər arxain edir? Şagirdin özünə arxain olmasının səbəbi nədən irəli gəlir? Bax, mətni indi mən də oxumuşam, yəqin ki, siz də oxumusunuz. Biz mətnindən gördük ki, o müəllimindən, yəni Rüstəm Zalıqdı onun müəllimi. Müəllimindən bütün fəndləri öyrənmişdi. Və bütün fəndləri öyrənməyin verdiyi özgüvən var idi. Yəni ona görə özünə güvənirdi. Niyə arxain idi? Çünki Rüstəm Zalıqdan, yəni müəllimindən bütün fəndləri öyrənmişdi. Və bütün fəndləri öyrənməyin verdiyi bir özgüvənlə özünə arxain idi. Bu sualın cavabı belə. Keçək ikinci sualımıza. Burada da bir sualımız var. Deyir, şagird məzəmmətində haqlı idimi? Məzəmmət ümumiyyətcə nədir? Məzəmmət, yəni Lori dildə bu sözün açıqlaması budur ki, bir insanın hərəkətini və ya davranışını bəyənməyib, onu tənqid eləməkdir məzəmmət. Təbii ki, şagird öz məzəmmətində haqlı deyildi, çünki o nankorluq edirdi. Bunu da belə qeyd edirsiniz. Sonra keçək digər tapşırıqlarımıza. Başlayırıq burada. Buradakı bütün tapşırıqları bitirdik. Buradakı artıq mətnlə bağlı müəyyən suallarımız var. Onları cavablayacağıq. Deməli, bir də deyir ki, mətn üzərində iş aparmaq üçün suallar hazırlayın. Həmin suallara yoldaşınıza, həmin o suallarla yoldaşınıza müraciət edin. Təbii ki, bu sinif işi ilə bağlı bir şeydir. Bunu siz sinifdə özünüz yoldaşlarla birlikdə eləyəcəksiniz. Amma müəyyən suallar deyim. Məsələn,
Belə bir sual vermək olar ki, məsələn olsun ki, Rüstəm Zal kim idi? Sonra ikinci sualımız ola bilər ki, mətndən deyirsə, mətnə baxırıq. Məsələn, Rüstəm Zal şagirdlərinə nə öyrədirdi? İkinci sual bu ola bilər. Sonra Rüstəm Zal necə oldu ki, şagirdlər qalib gəldi? Üçüncü sual da bu ola bilər. İndi bunu da sinifdə müzakirə edərsiniz. Amma özünüz də mətndən maraqlı suallar bir növ belə deyim ki, yarada bilər. İndi keçirəm ikinci tapşırığa. Deyir, aşağıdakı fikirlərlə bağlı mühakimə yürüdün. Ümumiyyətcə mühakimə nə deməkdir? Bax, burada fikirlər verilir. Mən buna mühakimə yürüdürəm. Bu mənim fikrimdir. Yəni bu mənim öz fikirlərimdir. Ola bilər sizin müəlliminizin başqa fikirləri olar, yaxud sənin özünün başqa bir fikirləri ola bilər. Və bu deməkdir ki, mənim yürütdüyüm səhvdir, sənin yürütdüyün düzdür. Xeyr, mühakimə hamımızın öz subyektiv fikridir. Deyir ki, müəllim şagirdinə hər şeyi öyrətməlidir. Bu düzdürmü? Bəli. Müəllim şagirdinə hər şeyi öyrətməlidir. Çünki müəllim əgər müəllimdirsə, onun funksiyası öyrətməkdir. Öyrətməkcə təbii ki, öyrətməlidir. Bu düzgündür. Sonra Rüstəm Zal düzgün hərəkət edir. Bəli, Rüstəm Zal düzgün hərəkət edir. İndi deyəcəksiniz ki, bəs dediniz öyrətməlidir. Axı Rüstəm Zal öyrətməmişdi. Rüstəm Zal ona lazım olacaq hər şeyi deməyəkdə çox şeyi öyrətmişdi. Amma bəzi şeylər var ki, onları artıq onu saxlamışdı. Belə onun nəticəsində o qalib oldu da. Bu da doğrudur. Sonra tələbə iradında haqlı idimi? Xeyr, tələbə nankorluq edirdi, haqlı deyildi. Bunda belə. Sonra keçdim 3-ə. Deyir, ehtiyat igidin yaraşığıdır. Bu atalar sözünü bu mətn üçün əsas fikir hesab etmək olarmı? Bəli, etmək olar. Niyə? Çünki Rüstəm Zalda ehtiyat elədi. O fəndi sonda saxladı, ən sonda işlətdiyi fəndlər söhbət gedir ki, sona saxladı və onun nəticəsində də qalib oldu. Ona görə də həqiqətən ehtiyat igidin yaraşığıdır. Sonra 4-ə baxaq. Mətndə açar sözləri seçin və onların qarşılığını tapmağa çalışın. Açar sözlər məsələn seçimi olar ki, pəhlivanlıq, sonra nankorluq, sonra deməli, Rüstəm Zalın özünü də açar söz kimi götürə bilərik. Yəni, bu açar sözləri vermək olar. Sonra keçək 5-ə. 5-də nə deyir? 5-də deyir ki, bizə nankorluq və namərdlik sözləri sinonim ola bilərmi? Xeyr, ola bilməz. Sinonim ümumiyyətcə nə deməkdir? Sinonim yaxın mənalı sözlərdir. Yəni, hər yaxın məna kimi görünən sinonim deyil. Sinonimlər ümumiyyətcə eyni nitq hissəsi olmalıdır, yadınızda saxlayın. Yəni, nitq hissəsi baxımdan eyni olmalıdır. Məsələn, baxın, kal sözü ilə yetişməmiş sözünü götürək. Kal, yetişməmiş. Bunlar sinonimə oxşuyur, amma sinonim deyil. Niyə? Çünki kal sifətdir, yetişməmiş feili sifətdir. Gördünüz? Doğrudan da bunlar sinonim olmadı. Niyə? Çünki biri sifətdir, biri feili sifət. Biz axı dedik, sinonimlər eyni nitq hissəsi olmalıdır. Amma baxın, kal, yetişməmiş. Sinonimə oxşuyurlar. Adam fikirləşir ki, sinonimdir bəlkə də. Amma xeyr, sinonim deyil. Yaxşımı? Sonra, indi deməli bunu nümunə ilə dedik. İndi nankorluqla namərdlik düzdür. Hər ikisi isimdir. Yəni, bunun nitq hissəsində bir problem yoxdur. Amma burada məsələ nədir? Nankörlüyün mənası edilən yaxşılığı, zəhməti qiymətləndirilməməkdir. Yəni, qiymətləndirmirsən. Bir növ belə deyək ki, yaxşılığa, sənə edilən nəyəsə pisliklə cavab verirsən, qədir bilmirsən. Bu deməkdir nankörlük. Amma namərdlik isə bir növ loru dildə desək, sözündə durmamaqdır, arxadan vurmaqdır, xəyanət etməkdir. Görürüz, başqa-başqa bir şeylərdir. Yəni, tamam fərqli məfhumlardır. Keçdim 6-ya. 6-da deyir ki, məna cəhətdən məntiqi ardıcılığı davam etdirin və həmin sözlərin antonimini tapın. Birinci sözümüz nədir? Çox sözü. Çox sözünə ardıcılığı davam etsə, çoxa verərik, məsələn, bir qədər. İndi mən bura yazmıram, çünki yazanda vaxt gedir və plusda səliqəsiz alınır. Ona görə mən deyirəm, siz yazın. Bura yazın bir qədər. Bura yazın xeyli. Burada yazın ki, artıq. Deməli, 3 dənə sual işarəsi, 3-ünü də yazdıq. Keçək indi 7-yə. Mətndə altından xətt çəkilmiş sözlərə sual verin. Suala əsasən onları sintaktik vəzifəsini müəyyən edin. Gəlin görək altından xətt çəkilmiş sözlər hansılardır? Deməli, bir sözümüz budur. Bir müddət.
sonra son dərəcə, sonra xeyli. Aşağıda varmı? Bunu da belə eləyək, tam mətn görünsün. Biraz, xeyli, son dərəcə, bir müddət. Deməli 4 dənə sözdür. Bir müddət, indi gəlin oxuyaq. Deyir, Rüstəm bir müddət onlarla məşğul olur, bütün fəndləri öyrətdiyini bildirir, müstəqil pəhləvanlıq etmələrinə icazə verir. Baxın, bir müddət nə dərəcədə, yəni nə qədər onlarla məşğul olur, bir müddət. Fikir yadınızda saxlayın, nə qədər, nə dərəcədə. Bu iki sual, nə qədər, nə dərəcədə. Bax, bu iki sual bizim miqdar, yəni kəmiyyət, belə deyək ki, zərfliyimizin, zərfin yox, zərfliyinin, kəmiyyət zərfliyinin sualıdır. Deməli, bir daha təkrar edirəm. Bir qədər, bir də deməli, kəmiyyət zərfliyinin sualları hansıları idi? Nə qədər, bir də nə dərəcədə. 2 dənə sual var. İndi baxıram, deyir, bir müddət, nə qədər? Bu oldu kəmiyyət zərfliyi. Son dərəcə, nə dərəcədə? Son dərəcə. Xeyli pərt oldu, nə dərəcədə? Xeyli. Biraz ədalətsizlik deyilmi? Nə qədər? Biraz. Fikir verirsiniz, ikisi nə qədər sualına cavab verdi, ikisi nə dərəcədə. Hər biri, yəni 4-ü də buradakiların oldu kəmiyyət zərfliyi. Bizdən sintaktik vəzifəsini soruşdu. Sintaktik vəzifəsi kəmiyyət zərfliyidir. Və yaxud miqdar zərfliyi də demək olar. Eyni şeydir. Yəni, eyni addır. Bir də yoldaşlar, sizə əlaqə nömrəmizi xatırladım. Bizim ödənişsiz WhatsApp qruplarımız var ki, və yaxud WhatsApp kanalımız var ki, 055 280 59 24. Baxın, bu nömrəyə yazaraq ödənişsiz dərslərimizə qoşula bilərsiniz sizlər də. Ödənişsiz formada paylaşımlardan faydalana bilərsiniz. Qeyd edim ki, 9-cu sinifdə də buraxılışla bağlı xeyli faydalı məlumatlar, atar sözlər, imtahanda lazım olacaq hər şey burada paylaşılır. PDF-lər, materiallar. Ona görə mütləq nömrəyə yazın ki, qrupa qoşulmaq istəyirəm, qrupa əlavə edilin. Keçdi indi bura. Deməli, 7-ni etdik, 8-ə baxırıq. Deyir, cümlələri müqayisə edib, gəldiyiniz qənaəti yoldaşlarınızla müzakirə edin. Baxıram cümləyə. Birinci cümləmdə yazıb ki, bazarda xeyli adam var idi. Cümləsində xeyli sözü təyindir, çünki bu varlığı izah edib. Bax, adam sözünü izah edib. Yazırsınız, çünki varlığı izah edib. Sonra deyir, çox oxuyan çox bilər cümləsində çox sözü zərflikdir, çünki hərəkət izah edib. Buraya yazırsınız, sözü zərflikdir. Sonra buraya yazırsınız, çünki hərəkət izah edib. Baxın, çox sözü feilin yanında gəlib, oxuyan sözünün. Əgər ismin yanında olsaydı, onda say olardı. Yəni, biz onu təyin kimi götürə bilərdik. Amma təyin kimi indi götürə bilmirik. Niyə? Çünki feilin yanında gəlib. Baxın, xeyli sözü feilin yanında gəlsəydi, bu da zərfli olardı. Amma görürsünüz, feilin yanında gəlmir. Ona görə təyindir. Yazırsınız ki, burada xeyli sözü təyindir, çünki varlığı izah edib. Burada yazırsınız ki, çox oxuyan, çox bilər cümləsində çox söz zərflikdir, çünki hərəkət izah edib. Bu da belə. Sonra deyir ki, bir qədər, bir az, həmçinin az sözlərindən istifadə etməklə cümlələr qurun, həmin sözlərin sintaktik vəzifələrini müəyyənləşdirin. Ümumiyyətlə, bu 3 söz var, bir qədər, bir az, bir də az sözü. Bunlar həm təyin kimi işlənə bilir, yadınızda saxlayın. Həm də bunlar zərflik kimi işlənə bilir. Məsələn, deyirəm ki, tutaq ki, nə olsun? Az dincəldim. Bax, nə qədər az dincəldim. Burada olur zərflik. Çünki yanında feil gəlib. Bir də var desəm ki, az meyvə aldım. Bazardan az meyvə aldım. Nə qədər? Az meyvə. Görürsünüz, meyvə sözün yanında gəlib. Bu da olur onda nə? Bu da olur təbii ki, təyin. Birincidə feilin yanında gəldiyi üçün zərflik oldu. İkincidə isə təyin oldu. Həmçinin digərlərində, məsələn, dedim, bazardan az meyvə aldım. Bunu eləyə bilərsiniz ki, biraz meyvə aldım və yaxud bir qədər meyvə aldım. Təyin kimi belə işlətmək olar. Və yaxud az dincəldim, biraz dincəldim, bir qədər dincəldim. Bunu da zərflik kimi belə işlətmək olar. Qeyd etdiyim kimi, indi kimsə yazmasın ki, mənim ekranda yazsanız yaxşı olardı. Mən də bilirəm, ekranda yazsam yaxşı olardı, amma görürsünüz, qələm yaxşı yazmadığı üçün həm vaxt itiririk, vaxt itkisi də ondan hansısa sualımızı həll eləyərik. Ona görə ekranda yaza bilmirəm.
Keçdik bura 9-cu tapşırığa. 7-ci və 8-ci tapşırıqlardan öyrəndiklərinizə əsasən uyğunluğu müəyyən edin. Yəni qaydaya əsaslanır. Biz buradan seçəcəyik. Yəni buradan bunları seçib uyğunlaşdıracağıq. Baxaq. Deyir işin, hərəkətin nə qədər icra olunduğunu bildirir. Təbii kəmiyyət səhvliyidir də və yaxud burada miqdar da olsaydı götürərdik. Eyni sözdür. Deməli bura 4-ü yazırıq. Sonra cümlədə adətən adətən sözü varsa feili xəbəri götürəcəksiniz. Çünki həm ismi, həm feili xəbər olur. Amma bura adətən yazdığı üçün feili xəbəri götürürük. 3 yazacağıq. Sonra deyir, suallarından birinə cavab olur. Təbii ki, sualı yazacaqsınız bura altını. Burada da görürsünüz 2 vergül var. Deməli bura 2 bir şey, 2 nəysə yazacağıq. Burada da cəmi 2 dənə qalan 1, 2. Miqdar zərfliyidir. Bir də deməli miqdar sayıları. Burada 1-i, bir də 2-ni yazırıq. Bu da belə. Sonuncu tapşırığımız idi. Sonra yeni mətnimiz gəlir. Əgər bunun da izahını görmək istəyirsinizsə kanala abunə olub izahı bəyənməyi unutmayın. Sizlərin bəyənməyiniz və paylaşmağınız bu izahların davamlı olmasına bir növ deyim ki, vasitə olur. Əlaqə nömrəmiz 055 280 59 24-dür. Bu nömrə vasitəsilə bizim dərslərimizə yazıla bilərsiniz. Sizlər də Azərbaycan dilini mənimlə mükəmməl formada öyrənə bilərsiniz. Sağ olun.